Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binə qəsəbəsində sağa gedən yol dostlar. Sizin üçün 4 sotda tam əşyalı evdə, həyətdə nə gördünüz? Belə pismasın. Maşınız adı deməyək. Maşını çıxmaq şərti ilə həyətdə maşın da var. Yəni nə görəcəksiniz qalır maşına əlavə. Yəni belə bir gözəl ağaclarıdır. Suyumuz Azər sudur 24 saat. Değerli dostlar, evimizin her tarafına keçidi var. 4 tarafı da zaburda değil. Sənəd çıxarışdır, torpağın çıxarışı var. Bu hissədə də belə bir yüngül bağıdır dostlar. Evimiz şəxsi evdir. Videonun sonunda qiymət də deyiləcək değerli dostlar. Bu hissədə padvala daxil olmaqdır. Padval forçkası kimi qoyulubdur. Həyətində belə bir əlavə olaraq mətbəxdir. Yay mətbəxidir dostlar. Gözlə, yəni bunlar da qalacaq. Stol stuludur. Burada həyətində əlavə olaraq ayaq yolusudur. Həm duşu da var dostlar. Burada da moydadır. Değerli dostlar, evimiz 4 sotdadır. Kürsülü evdir. Tam əşyalı. Evdən nə görəcəksiniz? Həyətdə maşından başqa nə görsəniz qalır dostlar. Qapımız da pultla açılandır. Və evimizin digər yan hissəsinə də baxaq. Arkasında da böyle bir el damı kimi yeri var. Bu da dostlar. Evimiz keyfiyyətlə tikilmiş evdir. Tam sağlam, şəxsi evdir. 4 sotdadır, sağa gedən yolda. Asfalt yola da ki, belə deyim də 50 metr dostlar. İndi daxil olacaq evin içərisinə. Qapımız da qəşəng ağır qapıdır. Değerli dostlar, girişdə böyle bir geniş zalımızdır. Kombisi falan her bir şey var. İnterneti de dostlar. İnternette hal-hazırda kondisioneri işləyir. Yani ne görseniz kalır değerli dostlarımız. Eşyalar tam eşyalarla. Televizor, xaladenik ne görürsünüzsə kalır. Değerli izleyicilerimiz, 4 tarafı cütdaşdan dikilmiş evdir. Yani görürsünüzdə kamera sistemlerine kimi her bir şey var. Dama çıxış yeri də buradır. Burada böyle bir koridorumuzdur. İstipollu dostlar. Ve burada göstər böyle bir geniş yataq otağıdır. Değerli dostlar, bu yataq otağının dəstləri də qalır. Pərdəsindən tutmuş bir üstünə kimi. Bu da bizim ikinci yataq otağımızdır. Buradakı da yataq dəsti qalacaq değerli izləyicilərimiz. Bu isə də bizim uşaq otağıdır. Buradakı mebellər də qalacaq değerli dostlar. Bu hissədə saniter və sanuzeldir. Burada bizim mətbəximizdir dostlar. Görürsünüz paltar yuyanıdır, xaladenikdir, televizordur, belə bir peçimizdir. Hər bir şey qalacaq değerli dostlar. Değerli izləyicilərimiz, bu evimizin qiyməti 150.000 manata deyilir. Sənəd çıxarışdır torpağın. İnşallah gəlinizdə real alıcı ilə danışıb razılaşmaq olar. Allah alanını satanda xeyir versin. Sağ olun, var olun.